lift quraşdırılması və təmiri fəaliyyəti üzrə lisenziya necə əldə edilir? Lift quraşdırılması və təmiri fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alınmalıdır. Bu lisenziya Fövqəladə Hallar Nazirliyinin müsbət rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Lisenziyanın əldə edilməsi üçün bir sıra sənədlər tələb olunur. Sahibkarlığın bu növü ilə məşğul olmaq istəyən şəxslər mütəxəssislərin və işçilərin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surətini təqdim etməlidirlər. Həmçinin normativ texniki sənədlərin siyahısı, quraşdırılacaq liftlərin növü, lazımi vasitələr, alətlər və texnoloji avadanlıqların olması barədə məlumat təqdim edilməlidir. Qeyd edək ki, sənədləri asan xidmət, KOB evləri və onlayn portal vasitəsilə təqdim etmək mümkündür. Bütün sənədlər qaydasındadırsa, aidiyyəti dövlət orqanının rəyi müsbətdirsə, ərizəçinin elektron kabinetinə lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunun ödənməsi ilə bağlı bildiriş gəlir. Dövlət rüsumu ödənildikdən sonra lisenziya ərizəçiyə təqdim olunur.